illərdir mən özüm bu həyatla mübarizə apardığım üçün deyirəm. Çünki həyatda ən gözəl nemət olan can sağlığı olmayanda insan xoşbəxt ola bilmir. Allah Taala özü möhlət versin ki, biz də həyatda evladlarımızın xeyir işini görək, yarımçıq qoyduğumuz işləri heç olmasa həll eləyə bilək. Çünki məni tanıyanlar bilir ki, mən illərdir həyatla mübarizə aparıram. Amma üzüm həmişə gülür. Allah Taala üzümüzdə olan bu sevinci heç vaxt əksik eləməsin. Üzüm həmişə gülür. Hamı elə bilir ki, çox xoşbəxtəm, çox sağlamam. Amma bu əksinə belə deyil. Çünki mən həyatla illərdir mübarizə aparıram. Allah Taala bəlkə də bir gün indi inşallah sağlamlığıma qovuşdurar. O Allahın əlindədir. İnşallah Allah hər kəsi arzusuna çatdırsın, bizlər də onların içində.